Dünən 3-0 alınan məğlubiyyət Fransada, PSG-nin stadionunda. Həqiqətən də dünən yeni baş məşqçi dəyişikliyi, Santuşun gedişi və gəlişi fərqi hiss elədinizdə yəqin. Santuşun dövründə 3-0 uduzduğumuz komandalar nə səviyyədə idi? Ayxanın dövründə 3-0 uduzduğumuz komandalar nə səviyyədə idi? Fərqi gördünüz. Mən keçən dəfəki videolarımda da bunu açıqladım ki, komandada milli ruh deyilən bir şey yoxdur. Lakin dünənki oyunda hiss olunur ki, Ayxan o ruhu qaytarmağa çalışır. Bildiniz nə demək istəyirəm? Yəni ki, mübarizə. Nə qədər zəif komanda olarsansa o, əgər sən stadionda can qoyursansa, sən stadionda həvəslə oynayırsansa, sənin komandanda nəsə bir uğura, necə deyim, çata bilər. Necə ki, Santuş gəldi, 6-7 oyun biz bir dənə də xal olsun götürmədi ya. Ayxan gələn kimi bir xal, bir dənə də Fransa kimi komandaya qarşı mükəmməl bir oyun. Həqiqətən də mükəmməl bir oyun. Düzdür. Qabağımızdakı rəqib bir oyuncusun dəyəri bizim bütün Premier Liga dəyəri nə qədərdir? Bəlkə Premier Ligada olan oyuncuların dəyəri qədərdir. Yəni bu 3-0 bizim üçün elə belə şey sayılmasın da. Yenə deyirəm, komandamıza uğurlar. Ayxan Abbasova bu yolda axıra kimi dəstəyik, azərkeş kimi də, büyük dost kimi də. Özünüzdən müğayət olun. İnşallah Ukrayna oyununda qələbə videosunu sizlər üçün, mən Coşqun sizlər üçün